Növbəti videodan hamınıza salamlar. Növbəti bağlamamız Alibabadan gəlib. İlk sifariş eləmişdim. Alibabadan hardasa 25-24 günə kargo şirkəti tərəfindən çatdırıldı. Satıcı karabkanı yaxşı, bağlamanı yaxşı formada qablaşdırıb. Açaq görək. Düzdür, mən əvvəlcədən kəsdim ki açmaq asan olsun. Belə bir paketdə göndərib. Android TV Box P1 P7 2 ədəd TV Box gəlib. Təbii ki, bunlara biz ayrı-ayrılıqda hər ikisinə qutu açılışı və icmalını videosunu çəkəcəyik, göstərəcəyik. İndi ilkin olaraq sadəcə qutu açımını göstərmək istədim. Həm də Alibabadan sifariş verməyin mümkün olduğunu gördük birlikdə. Düzdür, çatdırılma biraz 25 gün, 24 gün kifayət qədər çox vaxt hesab olunur, amma yenə də gəldi. Android P7 karabka daha ağırdır, daha yüngüldür. Orada Wi-Fi 6'nı dəstəklədiyini göstərir. HDR, Android 12. Burada nə var? ARM Cortex 53, Mali G31 2.16 yaddaş işarələnib. İlk baxışda mənə görə bu daha keyfiyyətli hissiyat verir. Həm karabkası, həm bu da pis deyil, amma hiss olunur ki bu ona nisbətən biraz daha zəifdir. İnşallah karabkaları, kutuları bir açarıq. Videosunu çəkib paylaşaram. Görək necə TV boxlardır. Əgər Alibabadan sifarişlə bağlı sualı olan varsa da yaza bilər. Necə sifariş olunduğunu da soruşa bilər. Kanalıma dəstək olun, abunə olun. Bu yeni TV boxların qutu açılımlarında və icmal videolarında tezliklə kanalımda olacaq.